Mən sizin hansınızın ərini tanıyıram ki, siz mənim ərimi tanımalısınız. Əslində də çox gözəl tanıyırsınız. Əslində elə sizin mənlə davavız da o davadır. Amma sizə çox gözəl bir xəbərim var. Çox gözəl bir xəbərim var. Onu sizlə baş-başa buraxdım. Mən artıq bir ildir ki, o insanın həyatında yoxam. Əl çəkin məndən də, mənim evladlarımdan da əl çəkin, uzaq durun. O Famil, o da siz. Bəli, sənətdə də bir şeyi nəzərinizə çatdırım ki, Famil bəyin əsl adı Veysdir və elə bu söz-söhbətlərə görə, bu ədəbsiz, əxlaqsız qadınları məni onların ayağına verdiyinə görə mən bir ildə o insandan ayrılmışam. İnsan olaraq çox böyük hörmətim var. Uşaqlarımın atasıdır. Hər zaman hörmətini qoruyacağam, saxlayacağam, amma həyatımda yoxdur. Əl çəkin məndən. Davalarınızı artıq bəsdir. Gedin başqa bir kimsə çıxarsa onun həyatını artıq onunla eləyərsiniz. Mən yoxam onun həyatında. Qaldı ki, sizə bu kağız idi. Dərdiniz bu kağız idi. Budur. Bununla ölçülür namus, qeyrət. Lazım olarsa, vaxt gələrsə onu da paylaşarım. Əlbəttə o da əsasdır. O da vacib bir şeydir. Amma ondan vacib bir şey var. O kağızdan da, o sənətdən də vacib bir şey var. 10 ildir mən bir insanın həyatındayım. Və 10 ildir mən sizi tanıyıram. Bir 10 dənə adam da tanıyıram sizin həyatınızda. Siz də məni yalnız bir insanla vurursunuz. Yalnız bir insanla. Onu da verdim sizə, bağışladım sizə. Halal, haram xoşunuz olsun.